Yezekel 19-cu fəsil. İsrail rəhbərləri üçün mərsiyə. Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə. Sənin anan nə idi? Şirlər arasında dişi bir şir. O, cavan aslanların içində yatardı. Balalarını bəsləyərdi. O, balalarından birini böyütdü. Bala cavan bir şir oldu. Şikar eləməyi öyrəndi. Adamları yeməyə başladı. Millətlər onun xəbərini eşitdi. Bu şir onların quyusuna düşüb ələ keçdi. Burnuna halqa taxıb onu Misir torpağına gətirdilər. Dişi şir boş yerə gözlədiyini, ümid qalmadığını görəndə balalarından birini götürüb cavan bir şir elədi. Bu bala şirlər arasında gəzirdi. O da cavan bir şir olub şikar eləməyi öyrəndi. Adamları yeməyə başladı. Onların qəsrlərini dağıtdı. Şəhərlərini viran elədi. Bu şirin nərə səsindən ölkə və onun əhalisi dəhşət içində idi. Ətraf ölkələrin millətləri onun üstünə gəldi. Öz torlarını üzərinə atdı. Bu şir onların quyusuna düşüb ələ keçdi. Onun burnuna halqa taxıb qəfəsə saldılar. Onu Babil padşahının yanına gətirdilər. Sonra qalaya saldılar ki, İsrail dağları üzərində bir daha səsi eşidilməsin. Sənin anan da çay kənarındakı bağında əkilmiş bir üzüm tənəyi kimi idi. Bol sulardan bəhərli oldu. Çoxlu qol budaq verdi. Onun budaqları padşah əsası olacaq qədər gücləndi. Boyu hündür ağaclara qədər ucaldı. Onun çoxlu budaqları ilə hündürlüyü görünürdü. Ancaq onu qəzəblə kökündən çıxarıb yerə atdılar. Şərq küləyi onun meyvəsini qurutdu. Möhkəm budaqları qoparıldı. Onlar qurudu, onları od yandırıb yaxdı. O indi çöldə, quraq və susuz torpaqda əkildi. Gövdəsinin bir budağından od çıxdı. Onun meyvəsini yandırıb yaxdı. Onda padşah əsası olmaq üçün bir möhkəm budaq da qalmadı. Bu bir mərsiyə idi. Mərsiyə olaraq da qalacaq.